Salam gözəl insanlar. Deməli bir də çəkirəm sizə bu. Bu ampulləri izah eləyirəm. Kim deyirsə quşun qanadında şiş getmir, yəni quşun qanad tutulması açılmır, həyat ki axsıyır, sağalmır deyirsə, ha bunları işlətsin. Sağalmasa siz mənə deyirsiniz, siz dediyiniz dərmanla işlətdim, sağalmadı. Deməli bu dektamazol. Gördüğünüz kimi 50 qəpik olan şey 40 qəpikdir, 50 qəpik. Dektamazol. Quşun ayağı axsaması, qanad tutulması, quşun sinəsinə çəkirsiniz, bir dənə insülin şpritsinə bunu hər döşünə vurursunuz. Bir gün ötürüb sabahsı gün bir dənə vurursunuz. Görərsiniz qanadı tutulması açılır, quşun axsamağı da gedir. Bu belə. Bunu izah elədim sizə. Çətin bir şey yoxdur. Bir dənə prob eləyin, ziyanı olan şey deyil. Yəni mən yoxlamışam, görmüşəm, nəticəni də əldə eləmişəm ki, çox adam görürəm ki, ay belə olur, şiş çəkilmir, o olmur, şiş sağalmır, boş şeylərdir. Sağalır. Sadəcə olaraq düzgün müalicə etmək lazımdır. Gördüyünüz kimi bu da gentamisin iynəsidir. Çox adam işlədib deyək gentamisin. Amma tək gentamisin işinə yaramır. Gentamisinlə dektamazolu ikisini bir-birinə qatırsınız. İkisini bir-birinə qatın şprisdə. Yaxşı qarışdırın. Katın sonra bir dənə insülin şpritsinə çəkin. Böyük şpritsə çəkib. Çünki 1 qramdır hərəsi. Böyük şpritsə çəkin. 2 qramlıq zat. Qarışdırın bir-birinə. Ondan sonra insülin şpritsinə çəkib quşun döş haradakı şiş olan hissəsi varsa, şiş olan hissəsinə. Həmin şiş hissəsinə altdan da üstdən də millim az yeridin. 3-4 yerindən vurun. Vurun, gün ötürüb sonra bir gün də vurun. Vurandan sonra hər vurulandan sonra yod vurun. Qan çıxasıdır, irin çıxasıdır oradan. Görərsiniz. Yod vurun. 3 dəfə eləyin bunu. Şiş çəkilməsə, mənə deyirsiniz, siz dediyiniz dərman bir təsir eləmir. Baxın, tərtəmiz çəkiləcəkdir. Yəni kimin sualı olsa mənə yazsın, mən başa salacağım. Təşəkkür edirəm. Yəni bu sınavdan keçmiş bir iynədir. Mən yoxlamışam bunu. Bunu bir ağsaqqal kişi mənə dedi ki, belə bir şey var. Quşun sağalır. Mən yoxlamışam. Mənim quşumun qanadında şiş var idi. Qırılma yox idi. Sadəcə olaraq zədələnmişdi. Qanadı şişmişdi. Quş vapşım uça bilmirdi. Yerdən qalxa bilmirdi. Həmin ikisini bir-birinə qatıb gün ötürüb vurdum. 3 gün vurdum. Gün ötürüb vurdum. Altdan yuxarıdan millim yeritdim. Hamısını yox. Şprisin 1 qram hamısını yoxarsa bir 30 qram zat da elə yeritdim. 30 gün yeritdim. 30 birisini yeritdim. 3 günə. Elə bir ki 1 qramı 3 günə yeritdim də elə bir ki quşa. Sonra da yod vurdum həmin yerə. Quşun qanadı şiş çəkildi, amma zədəli yeri bildirir. Zədəli hardan zədələnib bilir. Tərtəmiz. Şişmiş qalmadı. Quş sərbəst uçur hal-hazırda bu dəqiqə. Yəni bu çətin bir şey deyil. Bunu hər adam eləyə bilər. Çalışın, eləyin, quşlarınız sağalacaqdır. Yenə də deyirəm, dektamazol qanadına tutulma, ayağında axsama olan quşa vurun bunu. Gün ötürüb 2 gün, 3 gün vurun döşətinə. 1 qram olur, yarım qramdan vurun geçsin. Ziyanı olan şey deyil. Quş görərsiniz top kimi olacaq. Həm də daha da yaxşı ünitə artasıdır quşun. Amma şiş olan quşa bu ikisini bir-birinə qatıb elə vurun. Mən almışam, göstərirəm sizə. Burada rahat bir şeydir. Mən neçə nəfər görürəm ki, canlılara girəm, şiş belə olur, elə olur, sağalmır. Kim deyir sağalmır? Sağalda bilən oğlu gətsin, mən sağaldırım onu, gör necə. Mən demirəm quşun qanadında şiş olan yeri sağalası. Şiş olan yeri sağalmayacaq. Şişi amma təmiz çəkiləcəkdir onun yəni ki. Zədəsi sağalmaya bilər, amma şiş təmiz çəkilir quşun. Quş yəni uça bilir, özünü idarə edə bilir, qanadında ağrı zad olmur. Çox yaxşı effekt verir. YouTube kanalıma qoyacağım. İnşallah YouTube kanalım sizdən xahişim kanala abunə olub düzgün şəkildə videoları bəyənin. Abunə olduq deyəndə bildirim butonuna 2 dəfə basın ki, bildirim butonu 2 dəfə açılsın ki, videoları ətraflı bilin. Çox adam videoları düzgün şəkildə kanala abunə olmayıbdır. Xahiş edirəm, bilməyən adamlara YouTube kanalıma çağırın, baxsın, öyrənsin. Kimin nə sual olsa yazsın, hər cür şeyin də müalicəsi var. Paralizdən tutmuş var.